Verilişin baş sponsoru Kalsi D3 Nikamed. İdman həkimi, fizioterapevt Fərid Səlimovun sponsorluğu ilə Ay Həkim verilişinə baxırsınız. Salam, hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. CBC Sport'a baxırsınız. Ay Həkim efirdədir. Studiyada Doktor Tutu Zeynalıvadır. Bugün çox maraqlı, az danışılan, az müzakirə olunan bir mövzu haqqında danışacağıq, bir sahəyə toxunacağıq. Əslində bu həkimlər gizli qəhrəmandırlar. Çünki bəzən xəstənin vaxtında qoyulmuş diaqnozu həyat xilas edir. Və bu məqsədlə bugün biz Ay Həkim verilişində invaziv radiologiyadan danışacağıq və invaziv radiologiya mövzusunda çox güvəndiyimiz həkim dostumuz, həm də mənim tələbə yoldaşım Doktor İlqar Hüseynov studiyamızın qonağıdır. Amma tələbə yoldaşım da niyə yox, yaxşı həkimdir deyə dəvət etmişəm bugün verilişimizə. İlqar doktor, xoş gəlmisiniz. Çox şadam sizi görməyimə bizim studiyamızda. Ümumiyyətlə, invaziv radiologiya biraz belə az müzakirə olunan, az tanınan həkim sahəsidir. Kimdir invaziv radioloq və əhatə sahəniz nədir? İlk öncə ondan başlayaq ki, hər bir şeyi sadə dildə izah eləməyə çalışım və bu bəsit görünməsin. Əslində çətindir, ətraflıdır, amma sadə dildə izah edeyim. Deməli, biz hamımız həyatımız boyu ən azından bir dəfə ultrasəs, yəni bizim hamımızın UZI dediyi və yaxud rentgen müayinəsində olmuşuq. Ən azı bunlarda olmuşuq. Amma radiologiya bununla bitmir. Rentgen, ultrasəs, kompüter tomoqrafiya, maqnit rezonans tomoqrafiya, hansı ki MRT deyirik, angioqrafiya, bunlar hamısı radiologiyanın sahələridir. Bəs invaziv radiologiya nədir? Bu sadaladığım sahələr sadəcə xəstəyə toxunmadan, yəni bədəninə nüfuz etmədən müayinə icra edir, müayinə həyata keçirir. Yəni rentgendə sümüyə baxırıq, KT-də ağciyərə baxırıq, MRT-də damara baxırıq və s. və s. Bunlar sadəcə bədənə nüfuz etmədən bəzi müayinələri aparırlar. İnvaziv radiologiya isə bədənə nüfuz edərək, müdaxilə edərək müayinə və müalicə xarakterli prosedurlar icra edir. Yəni, həmin metodların verdiyi imkanlardan, ultrasəsin, rentgenin, kompüter tomoqrafiyanın, MRT-nin verdiyi imkanlar sayəsində bədənə daxil olaraq, müdaxilə edərək daha dərin, daha incə müayinələrin aparılması və lazım gəldikdə müalicə xarakterli əməliyyatların aparılmasından ibarətdir. Yəni digər sahələr belə loru dildə desək, tamamilə loru dildə, üstdən baxırsınız, siz içərdən, bədənə içərdən baxırsınız. Onlar sırfdan müayinə edirlər, biz isə müayinə ilə yanaşı nüfuz edərək, bəli, daxil olaraq eyni zamanda həm də lazım gəldikdə o yolla əməliyyatın davam etdirilməsindən ibarətdir. Bir misal gətirə bilərsiniz, daha da aydın olsun tamaşaçılara. Belə deyək, məsələn. Misal üçün. Biz gedirik, əvvəlcə ayağımızda bir damar çıxıb. Biz gedirik həkimə, Doppler, ultrasəs həkimi, Doppler proqramını da əlavə edir o ultrasəs cihazının imkanlarına və baxır, deyir ki, bu damar çox qıvrılıb, çox genişlənir və içində bəzi yerlərdə tromb vardır. Və onu yazıb verir cavab şəklində bizə. Biz götürürük cavabı, gedirik. Bizə deyirlər ki, indi sənə invaziv radioloq lazımdır. Niyə lazımdır? O trombu oradan çıxartsın. Məsələn, adətən venalardırsa, hansı ki, qadınlarda bu xəstəlik çox rast gəlinir, varikoz. Lazım gələrsə, ora lazer etsin. Və eyni zamanda biz də həmin Dopplerin müşayiəti ilə artıq bədənə daxil olur, yəni o damarın içinə daxil oluruq və həmin o tromb tutmuş hissəni, genişlənmiş, kisələşmiş o qıvrım damarı lazer vasitəsilə quruduruq. Və yaxud başqa misal, eyni zamanda Doppler müayinəsi nəticəsində məlum olub ki, şəkər xəstəsidir və yaxud siqaret çəkən bir şəxsdir, bunun damarı tıxanıb və ona görə yeriyən zaman ayağında ağrı olur, barmağında yara əmələ gəlib, ayağı üşüyür. Dopplerin cavabı sadəcə ondan ibarət ki, hansı bir damardasa daralma vardır və ya tıxanma vardır. O cavabı ondan artıq, yəni o Doppler müayinəsində iş görmək olmaz. Amma o cavaba istinad edərək, eyni zamanda anjionun verdiyi imkanlar sayəsində biz anjiyo cihazının altında bədənə daxil olaraq bir iynənin dəliyindən rentgen şüasının monitorda bizə verdiyi görüntü altında biz
tıxanmış damarın balon vasitəsilə açılması, lazım gəldiyi həmin nahiyəyə stent taxılması işini icra edirik. Qısası invaziv radiologiyanın sırf müayinə radiologiyasından, yəni diaqnostik radiologiyasından fərqini ancaq belə izah edə bilərəm. Maraqlı bir məsələyə toxundunuz. Anju və stent. Çünki əhali arasında belə bir fikir var ki, anju və stent bu yalnız kardiologiyaya aid bir şeydir. Başqa hansı damarlarda, yəni bugün sıx inkişaf edib bu müayinə və müalicə metodu? Təbii ki, anjo və stentin sırf ürəklə bağlı olması elə bu sahənin təşəkkül tapıb inkişaf eləməsi ilə bağlıdır ki, ilk buradan başlanıb. Təxminən bir 55 ilə yaxın vaxtdır ki, ilk müdaxilədən, primitiv müdaxilədən. Amma hal-hazırda dünyada, eləcə də ölkəmizdə qabaqcıl ölkələr səviyyəsində beyin damarlarına angiografiyası, daxili orqanların, qaraciyər olsun, böyrək olsun, mədə-altı vəz olsun, uşaqlıq olsun və ayaq damarlarının, əl damarlarının angiografiyası və lazım gəldikdə stent taxılması, lazım gəldikdə orada anadan gəlmə damar şişlərinin, anomaliyalarının aradan qaldırılması, bu və ya digər patologiyanın o qədər geniş sahədir ki, yəni sadəcə mən bir cümlə ilə belə bir məcmu vurmağa çalışıram. Yəni istənilən orqanın damarına müdaxilə edib oradakı patologiyanı aradan qaldıra bilər invaziv radioloq. Bəli, lazım gələrsə. O zaman belə bir sual verim. Müraciətlər daha çox hansı xəstəliklərlə bağlıdır sizə? Və bu müraciətlər yəqin ki, heç bir xəstə durub demir. Mən gedim invaziv radioloqa, görüm beynimdə damar tutulub və yaxud qaraciyərimə gedən damarda problem var və yaxud nə bilim hansısa damarım daralıb, şəkərə bağlı olaraq. Yəqin ki, sizə hansısa həkimlər yönəltməlidir və bu mövzuda əhalini qoyuram bir qırağa, həkimlərin də məlumatlı olması vacibdir. Bəli, haqlısınız. Son illər nəzərə alsaq ki, əhalinin tibbi müraciətləri addımlaşdırılıb. Yəni, dərhal kimsə evindən durub ən bir yüksək ixtisas mütəxəssisinə müraciət eləmir. Artıq, xüsusilə də bu icbari tibbi sığortanın tətbiqindən etibarən ilk növbədə ailə sağlamlıq mərkəzlərinə, regional mərkəzlərə müraciət edirlər ki, orada da həkimlər aidiyyatı üzrə istiqamətləndirirlər. Belə deyək, məsələn, bir pasientdir, ilk növbədə sahə həkiminə müraciət edir ki, məsələn, mən bir ayağım ağrıyır. Sahə həkimi müəyyən edir ki, və yaxud istiqamətləndirir ki, bir Doppler eləsin və eyni zamanda bir nevropatoloq baxsın, ağrı olduğu üçün nevropatoloq istisna eləyir, qısası deyək ki, bunda bir sinir mənşəli bir ağrı deyil və damar mənşəlidir. Artıq o etapla, o alqoritmlə xəstə Doppler olunur, anjo olunur və məlum olur ki, bir damar daralması var. Və ya başqa sözlə desək, düzdür, bu artıq icbari tibbi sığortanın xidmətlər zərfində yoxdur. Bir xanımdır, bir mioması var, bir belə deyək, bir menstruasiya siklində bir pozulma var, menstruasiya zamanı çoxlu miqdarda qan itirməsi, müddətin uzanması var, yalançı sidik çağırışları var, böyük bir mioması var. Gedir və ultrasəs zamanı, UZI zamanı məlum olur ki, mioması böyükdür, 6 sm, 7 sm və Ginekoloq da deyir ki, gəl amputasiya eləyək. Bəli, təbii ki, indi hər kəs öz əlində olan o imkanlardan instrumentdən istifadə edə bir şey eləyə bilir. Ginekoloqlar da, amma ona gətirib çıxarırdım sözü ki, artıq o istiqamətdə də qismən maariflənmə var və qismən də o qısqanclıq hissi aradan qalxmışdır. Və lazım gəldikdə bizim kolleqalarımız uyğun istiqamətləndirmə eləyirlər ki, invaziv radioloq ayaq damarından və yaxud qol damarından girərək heç bir kəsiksiz, cərrahi əməliyyatsız, narkozsuz sən o miomanın qidalandıran damarı bağlayacaq. Bunun patogenezi də bundan ibarətdir ki, mioma daimi bir xoş xassəli şişdir. O heç vaxtı xərçəngə çevrilmir. Onun sadəcə xoş xassəli şiş olaraq bir damarı var, özü çox belə qıvrım bir damar olur adətən o və özünə hardan varsa damar tapır o. Çünki şişdir, sonunda bu şişdir, xoş xəstəli olsa da. Biz o damarı tıxacla bağlayırıq və qansız qalan bir mioma təbii ki, kiçilir. Qansız qalan hər bir şey kiçilir. Kiçildikdən sonra xırda fındıq boyda və ya ondan biraz böyükmü, kiçikmi bir o fibroz toxuma deyirlər ona, bir çapığı qalır. O isə artıq istər ana olmaq şansını, istər sonraki qadın orqanizmi funksiyalarını, cinsi funksiyaları məhdudlaşdırmır. Çünki
böyük bir miomaya görə edəcəyim bir əməliyyat uşaqlıqda elə böyük bir çapı qoyacaq ki, gələcəkdə olan hamiləlik planlaşdırılmasını da alt-üst edəcək və ananın daha bir övlad dünyaya gətirmək istəyini sual altında qoyacaq. Ona görə bunlar artıq invaziv radiologiyanın verdiyi və çoxuna məlum olmayan imkanlardır. Mioma ilə yaşamaq da xanım üçün təbii ki, çox böyük diskomfortdur, həyat keyfiyyəti aşağı düşür. İş qabiliyyəti, həyat keyfiyyəti, daimi yorğun olan bir insan düşünün və yaxud indi dəmir azlığı yaranır itirdiyi qana görə. 3 gün əvəzinə 5 gün, 6 gün qan itirən bir insan düşünün və onun iş qabiliyyəti də enəcək, həyat keyfiyyəti də enəcək belə. Belə bir sual verim sizə. Ən çox gecikmiş müraciətlər nə ilə bağlı olur ki, məsələn siz deyirsiniz ki, bax 1-2 saat, nə bilim, bir gün qabaq gəlsəydin bu məsələni həll eləyərdik, bu problem yaranmazdı və yaxud nə bilim həyatını qurtarardıq. Misal üçün siz daha dəqiq bilərsiniz. Yaxşı sualdır. Çünki bizi zaten ağrıdan və eyni zamanda işimizdə az nəticə verən və sonrakı elə o az nəticələri ilə də insanlarla üz-üzə qoyan hallardır bunlar. Çünki hər bir insana izah vermək olmur ki, sən gecikmisən və mən burada mənim şansım kim olmağımdan asılı olmayaraq 10%dir. İnsan illaki yaxşı nəticə tələb eləyir. Və sonda da yaxşı nəticə olmadıqda yadına kim düşəcək? Axırıncı əlini vuran həkimə. Təbii ki. Belə. Ona görə adətən bu hallar hansılardır? Demək, işimizin çox hissəsini təşkil edən şəkər xəstələridir. Artıq bir yarası vardı, damarı da tıxanıb və damar yaraya qarışıb, yara damara qarışıb. Onun nəzarət edən cərrahı deyib ki, bu damar açılmasa mən yaranı müalicə edə bilməyəcəm. Çünki şəkər yarasıdır, damarı tıxalıdır. O damarı açsan da mümkün olmayacaq. Çünki yara infeksiyalaşıb və yaxud uzun müddət daralması, damar daralması olan insanlar var, gəzirlər və o damar daralması olan hissə daimi laxtalanma üçün risk nöqtəsidir. Çünki düşünün ki, bir su arxıdır. Bu su arxı sərbəst axdıqca axacaq. Onun bir hissəsinə bir belə deyə lapatka, bir torpaq töksən, o hissədə su gəlib dayanacaq. Lillənəcək və oradan keçmək üçün bir yer axtaracaq və ona bənzər bir situasiyadır. İnsan gəzir illərlə bir damar daralması ilə 70%, 80%, 90% və günlərin bir gündə orada tromb əmələ gəlir. Və bu tromb əmələ gəldikdə bir tromb nöqtə boyda bir şey deyil. Düşünün ki, burada bir svetoforda bu studiyanın qarşısında qəza oldu və bir maşın dayandı, ardınca o biri, belə silsilə ilə getdi, çıxdı Mərkəzi Neftçilər Xəstəxanasının qabağına bizim tıxacımız. Ona bənzər bir şey. Tromb da budur. Bir qan hissəciyi, trombosit digərinə yapışır, eritrosit ona yapışır və belə zəncirvari şəkildə digərləri, çünki qarşısı alınıb, axın yoxdur. Və tromb bəzi insanlara biz də deyəndə deyir ki, mənə demişlər ki, bu nöqtədədir. Deyir, yəni başqa yerə, özünün inamı olmur ki, yəni bu uzunluğunda, xüsusilə ayaq damarında düşünün, 1 metr ayaq damarıdır, 1 metrdə tromb var. Yəni bu hallarla biz effekt əldə etmək. Yəni tromb dediyimiz o tıxac 1 metr uzanıb damarda. Bəli, bəzən 1 metr tromb olur. Yəni palçıq şəklində tromb. Bu xəstəliklə bu mərhələdə adətən də bunlar gözləyirlər gecə olsun və yaxud şənbə bazar olsun və yaxud bayram günü olsun və burada yaxşı effekt almaq çox az olur, amma bayaq sualınıza uyğun olaraq ağırlaşmış hallar bunlar ibarət. Və yaxud bayaqki misalda, ilk misalımda bir qadındır və yaxud bir kişidir, fərq eləmir. Varikozu var, o köpmüş damarlar ayaqdan çıxıb, xüsusilə bir qadındır, bir neçə hamiləlik keçirdi və yaxud ayaqüstü işi var. Bunları niyə görə sadalayıram? Bunlar ağırlaşdırıcı faktorlardır, bəli, xəstəlik ağırlaşdırıcı. Və bu günlərin bir günü məlum olur ki, ayaq şişib. Məlum olur ki, yeni tromb var, ona görə ayaq şişib və o indi istəyir ki, o ayağı sağlam vəziyyətinə qaytarsın. Qeyri-mümkündür. Maksimum orada edəcəyimiz şey o tromb olan damarı dövrandan xaric etməkdir. Yəni lazer yolu ilə və yaxud açıq cərrahi olsun. İndi biz açıq cərrahiyə görmürük. Lazer yolu ilə dondurursunuz damarı. Bəli, onu dövrandan xaric etmək, yəni lazer enerji vasitəsilə yandırıb qurutmaqdan ibarətdir. Çıxartmayaq biz o damar qalsın. Yox, çünki zaten çıxartmağın özü bir travmatikdir. Eyni zamanda tibbin verdiyi imkan sayəsində o damar quruyub 1-2 millimetrlik bir lif şəklində
bir ip şəklində bədən içində qalır. Halbuki açıq cərrahiyyə yolu ilə bir neçə yerdən kəsik lazımdır, böyük sarğılar lazımdır, tikişlər lazımdır və təbii ki, bəli, haqlısınız, reabilitasiya dövrü bunlar fərqli şeylərdir. Bunların bir tərəfi əgər xəstənin canına hesablanıbsa, həkimin gördüyü işə hesablanır. Digərdə o xəstənin işləmədiyi müddətdə dövlətdən alacağı kompensasiya bülletenə və yaxud dövlətin ona yatdığına görə xəstəxanaya ödəyəcəyi pula, bu şeylərə var, ekonomik şeylərə bağlıdır. Sosial tərəfi də var məsələnin, sosio-ekonomik, iqtisadi tərəfləri var. Bunu dünyada belə fikirləşirlər. Bizdə də artıq belə fikirləşməyə başlayıblar, amma dünyada bunu belə fikirləşirlər. Yəni ağırlıqla qarşılaşdığımız hallar budur. Necə ürək xəstələrində də görürsünüz, eşitmişsiniz, deyir, elə bir vəziyyətdə gəldi ki, artıq heç nə mümkün. Çünki bunun xəbəri vardı, amma ləngidir, elə bir vəziyyətdə gəlir və elə bir əməliyyat nəticəsi tələb edir ki, onu burada ya dünyanın heç bir yerində ideal vermək mümkün deyil. İcbari tibbi sığorta ödəyirmi invaziv radiologiyanı, qarşılayırmı? İnvaziv radiologiyanın demək olar ki, əksər əməliyyatlarını icbari tibbi sığorta qarşılayır. Bunlara mən deyim ki, məsələn, böyük əməliyyatlar hansılardır? Məsələn, bədəndə aorta deyilən şah damar var. Ən böyük damarda da 2 sm və ya ondan çoxdur bunun ölçüsü. Onun bir kisələşmiş genişlənməsi anevrizma deyilən bir bəli. Məsələn, onun əməliyyatı 30.000 manata başa gəlirdi. İnsanlar məcbur olub qohum-əqrabanı yığıb onun pulunu ödəyirdilər. İndi icbari tibbi sığorta hesabına o tam ödənilir və xəstə ona deyilir, bomba gəzdirir də içində, nə vaxt partlayacağı bəlli deyil. Və eyni zamanda bundan başqa damar tıxanması olan şəxslərə stent taxılmasıdır, balon olunmasıdır, tək ayaq damarlarına deyil, boyun damarlarına da, yuxu damarları deyilən, beyinə qanı təmin edən damarlara. Bundan başqa, məsələn, biz etdiyimiz işlər təkcə damar işləri deyil. Məsələn, öd yollarında olan patologiyalar var ki, biz onu dəri üzərindən, yəni daxil olaraq iynə dəliyindən problemi aradan qaldırır. Öd daralmalarının, xüsusilə bu onkoloji xəstələrdə aradan qaldırılmasıdır. Polipləri götürmürsünüz, gəlim. Hə, yox, hələ o həm də ki, deyir, hər kəsin öz çörəyi ver, çörəyi içir. Hərənin öz işi var da, yəni onu uyğun ixtisas cərrahına saxlayaq. Amma bəziləri var ki, çox yaxşı olardı ki, onu da daxil etsin. Məsələn, beyin anevrizmalarıdır. Beyin anevrizmaları mövzusuna mən istəyirəm ayrıca biraz geniş toxunaq. Çünki indi bu mövzuya başlasaq sözünüzü kəsmək məcburiyyətinə qalacaq. Reklamlarımız var. Gəlin reklamlara baxaq, sonra beyin ümumiyyətlə anevrizmalar mövzusunda danışaq. Çünki bu mövzuda çox az məlumatlıyıq. Həm həkimlər, həmçinin də pasiyentlər. Biz reklamlara baxacağıq. Reklamlardan öncə istəyirəm bizim sponsorlarımıza təşəkkürümü bildirim. Verilişimizin baş sponsoru Ştada şirkətidir. Kalsium D3, Nikamet, portağal və limon dadlı çeynəmə tabletlərini isə təqdim edir. Kalsium və D vitamini defisitinin profilaktikası məqsədi ilə həmçinin kalsium və D vitamini defisiti olan riski olan pasiyentlərdə osteoporozun müalicəsi zamanı əlavə terapiya qismində istifadə oluna bilər. Kalsium D3, Nikamet 25 ildən artıq mövcuddur. Sınanmış preparatdır. Hamilələr və 3 yaşdan yuxarı uşaqlar da təyinata uyğun istifadə edə bilər. Təşəkkürlər baş sponsorumuz Ştada şirkətinə. Digər təşəkkürümüz Böyük Britaniya təhsili idman həkimi Fərid Səlimovadır. Fərid Səlimov müasir fizioterapevtik yanaşma ilə sizin xidmətinizdədir. Diz, onurğa, çiyin, əzələ ağrılarından artıq daha tez və müasir idman yanaşması ilə müalicə oluna bilərsiniz. 055 318 83 94 nömrəsinə zəng etməyiniz kifayətdir. Reklamlara baxırıq. Reklamlardan sonra maraqlı söhbətimiz davam edəcək. Verilişin baş sponsoru Kalsi D3 Nikamet.